9 və 11-ci sinif imtahanlarına hər il düşən possessive case qaydasında əgər səhv edirsənsə videonu axıra qədər mütləq şəkildə izlə. Əvvəlki hissədə qaydanın izahını vermişəm, indi isə test üstündə baxaq. Deməli, dedik ki, əgər cümlədə 35-ci sual, əgər cümlədə inkli söz varsa, 2 dənə feil olmalıdır. Burada baxırıq ki, A bəndində doing, başqa bir feil yoxdur. İkinci bir feil yoxdursa, deməli bu yiyəlik deyil, səhvdir. B bəndində apostrofdan sonra clever, sifətli, səhvdir. C-də crying var, yəni ing-li söz var və baxıram ikinci feil varmı? Awoke, oyatdı deyir. 2 dənə feil olduğuna görə doğru cavabımız C variantı olacaq. D bəndində got var, səhvdir. Y bəndində crying, ing-li sözdür, amma başqa bir feil yoxdur deyə səhvdir. ing-li söz olanda cümlədə 2 dənə feil olmalıdır. Əgər feil bir dənədirsə, o səhv variantdır, yəni onu yiyəlik kimi götürmürük, davam edici zaman olur. 37-ci sualda dog's skin, apostrofdan sonra isim gəlib, düzgün variantdır. İkincidə apostrofdan sonra article gəlib, səhvdir. Üçüncüdə night's work, isimdə work isimdə, ona görə düzgündür. 4-də Helen's success, Helenin uğuru, success isim olduğuna görə 3-lə 4 hər ikisi doğrudur. 1, 3, 4, C variantı. Qırxıncı suala baxaq. Birincidə də Smith ailə olduğuna görə S birləşib, düzgündür. İkincidə very var, səhvdir. 3-də got var, səhvdir. 4-də yesterday'dən sonra rain isimdir, düzgündür. 1, 4, Y variantı. 49-cu sualda minutes, varsa minutes sözü tək olmalıydı. Burada cəmdədir, səhvdir. Today 2 dənə apostrof S var. Birincidə my gəldiyinə görə birinci tərəfi bu səhvdir, amma my friend's first day burada say isim birləşməsidir, ona görə ikinci tərəfə doğrudur. Ted and Molly's wedding ceremony, toy mərasimi, doğrudur bu. 3 də düzdür. Mr. Smith driving license, Mr. bir adam olduğuna görə S birləşə bilməz. Ona görə bu səhvdir. Doğru cavab 2, 3. Y variantı. 50-ci sualda Jack's coming, apostrof S-dən sonra ing-li söz var, coming. Və baxıram ki, başqa bir feil varmı? Burada insist on var, təkid etmək. Demək ki, bu doğru variantda 2 dənə feil var. İkincidə Jane's going, they say Jane's going to Italy for her holiday. Jane's going, burada heç bir, yəni onlar deyirlər ki, ikinci hissədə bir mürəkkəb cümlədir. İkinci hissədə deməli Jane's going, bu tərəfdə başqa bir feil olmadığına görə, ikinci hissədə ikinci bir feil olmadığına görə bu səhvdir. Father was proud of his son's knowing. Ata oğlunun bilməyinə fəxr eləyir. Burada knowing və proud of 2 dənə feil var, bu düzgün variantdır. Melvin's playing the leading role in his performance. Burada playing var, əsas rol oynayır deyir tamaşada. Burada bir dənə feil olduğuna görə bu səhv variantdır. After a year. 5-cidə after years absence, bir illik, yəni olmamaqdan sonra göründü deyir. Years'dan sonra absence isim olduğuna görə düzgün cavabdır. 1, 3, 5, A variantı. 52-ci sualda kökündən dəyişən isimlərə S birləşə bilməz. Children'a S birləşə bilməz, səhv. Sportman, bu da kökündən dəyişəndir, burada S birləşə bilməz. 3-də The Smith ailə olduğuna görə S birləşir. 4-də FU-dan sonra cəm isim gəlib days, doğru. 5-də to-dan sonra cəm isim gəlib years, ona görə doğru. 3, 4, 5, C variantı.